Hər bir müsəlman bilməlidir ki, Allaha ortaq qoşmaq ən təhlükəli əməldir. Və hər bir müsəlman da bunu bilir. Və Allaha ortaq qoşmaq deyildikdə iki növü var bunun. Böyük şirk və kiçik şirk anlayışı. İnsan daima Allahdan sabitlik istəməlidir. Şirkə düçar olmamaq üçün, şirkə bulaşmamaq üçün, Allahın dini üzərində sabit qalması üçün daima Allahdan sabit qədəm olmağı diləməlidir, istəməlidir. Çünki insanın halı dəyişir əziz qardaşlar, insan bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan olub. Həyat yoldaşı Ummu Sələmə buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan olub ki, ey qəlbləri sevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Fikir verin duanın əzəmətinə. İnsan daim Allahdan sabitlik istəməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı etdikdən sonra ey qəlbləri sevirən Allahım, qəlbimizi öz dinin üzərində sabit et. Ummu Sələmə radiyallahu anhə deyir ki, ya Rasulallah, məyər deyir, qəlblər çevrilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir ki, qəlblər çevrilir və o Ər-Rəhmanın barmaqlarından iki barmağının arasında elə qəlb yoxdur ki, Ər-Rəhmanın barmaqlarından iki barmağının arasında olmasın. Yəni, qəlblər daimi çevriləndir və buyurur ki, hədisdə Allah Teala necə istəyir, elə də edir ki, istədiyini doğru yola yönəldir və istədiyini isə doğru yoldan uzaqlaşdırır. Və sonra fikir verin, əziz qardaşlar, ümumiyyətcə şirkin, necə ki, alimlər qeyd ediblər, növləri var. Həm böyük şirk, həm kiçik şirk. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə görə şirkin kiçiyindən belə qorxardı. Diqqət edin, hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur, İmam Əhmədin Musnəd əsərində gəlir və digər əsərlərdə qeyd olunur. Buyurur ki, səhabələrə, deyir ki, mən sizin üçün kiçik şirkdən qorxuram. Sahabələr deyir ki, ya Rasulallah, kiçik şirk nədir? Buyurur ki, riya. Və alimlər bu barədə deyirlər ki, baxın, Allah Rəsulu sahabələrə görə kiçik şirkdən qorxurdu. Hansı ki, onlar ibadət və itaət məqamında ən yüksək zirvədə idilər. Baxmayaraq ki, buna baxmayaraq Allah Rəsulu onlar üçün qorxurdu.